Allah'ın salamı olsun əziz izləyicilərimə. Əziz izləyicilərim, deməli bizim xəbərimiz olmadan yazda bura bir boranın balqabaq toxumu düşmüşdü. Bizim də hayfımız gəldi onu çıxartmağa. Bura düşmüşdü. Bura. Hayfımız gəldi onu çıxartmağa. O məhsul gətirəndən sonra deməli bax məhsul gətirəndən sonra 2 geldi, tağ geldi, de geldi. 3, 4 mahsul getirenden sonra burada biz tağın ucunu kestik. Niye kestik? Ümumiyyətlə bu tağlı bitkilerde qaydadır. Eğer böyük kütləvi şəkildə əkinləri demirəm, kiçik bir bağı olan insanlar eğer bu cür eləsələr, onların məhsulları keyfiyyətli olunacaq. Tağlı bitkilerde deməli 4, 5, 6 ədəd məhsul gətirəndən sonra götürüb onun həmin o tağın ucunu kəsirlər ki, o qida maddeler artıq o tağın uzanmasına sərf olunmasın, məhsulun özünə sərf olsun və məhsul keyfiyyətli alsın, daha xırda balqabaq alınmasın. İstər qarpız olsun, istər xiyar olsun, istər yemiş olsun. Bu cür eləmək mümkündür ki, həmin o məhsulun keyfiyyətli alınması üçün bu cür əməliyyatı aparmaq lazımdır. Sağ olun, gələn görüşlərə dək.